qonşudan yanıb ev keçib bizim. Her şey neyim var ise her şey yandı. Yəni heç nə çıxarda bilmədi. Yok yok. Evdə pul var idi, həm qırqızıl var idi. Göyçayda güclü yanğın hadisəsi baş verib. Demmediazın yerli bürosu xəbər verir ki, şəhər ərazisində yerləşən fərdi yaşayış evində başlayan yanğın daha sonra digər evlərə də keçib. Hadisə ilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay bölməsinin canlı qüvvəsi və texnikaları cəlb olunub. İlkin mərhələdə güclü alov lakıllaşdırılıb. Ətraf ərazilərdə yanğından mühafizə edilib. Hadi bakalım. Demir. 13 olsun orası. Ev sizindir də. Ev bəli. Hadisə ilə bağlı danışın. Necə oldu hadisə baş verdi? Vallahi işdeydim bilmirəm. Eve geldim elə. Sumkamı koydum, çölə çıxdım, gördüm qonşu zəng eləyir da ki, Füzuli kisəsində ev yanır. Elə gördüm ki, bizim evdir da. Pajarla geldi, daha heç nə çıxarda bilmədim. Hər şey yandı, kül oldu. Sizdən başqa evdə var da? Qaynımgildən bir tirin altındayıq. Hə, iki evdir də. İki evdir, hə. Nəyə səbəb ola bilər bu? Yanğının səbəbi Ehtimal nədir? nədir? Bilmirəm da, nə qazdan olar, işıqdan olar. Belə ola bilər də, nə bilim. Evdə taxıl nəsə var idi? Mən evdə heç nə taxılı qoymuram. Evdə heç kim olmur deyə heç nə taxılı qoymuram evdə. Ümumiyyətlə evdə yaşayan var da, yəqin. Hə, axşamlar gəlirəm də 4-də, 5-də işdən çıxıb gəlirəm. Xəsarət var? Yox, yoxdur. Xəsarət yoxdur, amma hər şey nəyim var isə hər şey yandı. Yəni heç nə çıxarda bilmədi. Yox, yox. Təxminən nə qədər ziyan dəyərsiz? Vallahi bilmirəm, nə biləm. Evin hansı hissəsinə alışıb? Nə deyirlər? Şahidlər, gəlib görənlər. Hansı şahidlər nə deyirlər? Hardan O alışıb? küç tərəfdən yanğın başladı da. Qaynımgilin evin üstündən, oradan oldu. Tez bir zamanda keçib evin, hə? Hə, 5 dəqiqə çəkmədi, iş pajarlı gəlincə birdən alışdı. Təxminən neçə otaq ümumi evlərin? 3 otaq buradadır, koridoru var, kuxna var, iri yekə zal da buradadır. Bəs qaynın güllər necədir? Onlarda da elə 3-4 otaqda var. Yəni heç nə çıxarda bilmədi də ki, evlərdə. Yox, heç nə çıxardamam. Sənədlər, bütün Hamısı sənədlərdə qalıb, hər şey orada. Hadisə qonşudan yanıb ev keçib bizim. Nə vaxt oldu? Kim var evdə? Nəsə çıxarda bildinizmi? Heç nə çıxardanmadı. Hər şey yandı. Uşaq zəng elədi ki, ev yanıb. Gəldim. Əlavə adamlar çıxsın da. Hə, evdə bir dənə uşaq olub da tək. Uşaq mamam olur. Abi, çora. Belə. Çıxın. Evdə pul var idi, həm qırqızıl var idi. Heç biri. ümumi neçə otaq? 3 otaq. 3 otaq bizdə, 2 otaq gəlin bacım. Sizdən başqa 3 ev də yanıb da. Yəni 4 ailənin evi yanıb. 4 ailənin evi yanıb, bəli. Qurban olum. Ana, bir dəqiqə. Evlər biçiydi bir-birinə də. Evlər kişilik Dəşi yanıb. idi, hə? Evdə xəsarət alan oldu mu? Hansı var? Yox.
Faktla bağlı araşdırma aparılır. Nizam Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.